ABŞ prezidentlərini tanıyırsınız. Bəs ABŞ-ın birinci və yeganə imperatorunu tanıyırsınız? Tanış olun, Joshua Norton. Norton San Fransiskoda yaşayan, ağlını itirmiş bir iş adamı idi. O, qəzetlərə elan verdi. Mən Norton birinci, özümü ABŞ imperatoru elan edirəm. Polis onu dəli kimi həbs etmək istədi, amma xalq dedi, dəyməyin ona, o zərərsizdir. O, köhnə hərbi forma geyinir, küçələrdə gəzirdi. Polislər ona salam verir, restoranlar ona pulsuz yemək verir, teatrlar onun üçün xüsusi yer ayırırdı. O, hətta öz Norton dollarını çap etdi və dükanlar bu pulu qəbul edirdi. O, körpü tikilməsini əmr verdi, Konqres ləğv etdi. O öləndə San Fransiskoda 30 min insan onun dəfninə gəldi. Qəzetlər manşetlərdə yazdı, kral öldü. Norton birinci bizə bir şey sübut etdi ki, əgər kifayət qədər inamla davransanız və insanlar sizi sevsə, həqiqətən də tac qoyma mərasimi olmadan imperator ola bilərsiniz. Dostlar, əgər videonu bəyəndinizsə, kanalımıza abunə olmağı, videonu like etməyi və öz dəyərli düşüncələrinizi aşağıdakı şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Növbəti videoda görüşərik.